Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Zabrat dairəsindən Üzü Məhəmmədli dairəsinə gedən yolda magistral yoldan 150-200 metr məsafəsi olan 2 mərtəbə, 5 otaq və paket kupçalı həyət evimiz satışa çıxıb. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Evin bütün məlumatları videonun daxilində qeyd olunur. Nəzərinizə çatdırım ki, 2 dənə yanaşı evdir, qiymətləri fərqli qiymətlə satışa çıxıb. Hər birini videonun daxilində qeyd edəcəm. Sona qədər izləyin ki, bütün məlumatlarını da eşidə biləsiniz. Ev hər tərəfi yaşayış olan bir yerdə yerləşir. Ümumilikdə 2 sot torpaq sahəsindədir. Yerdən 4-5 daş kürsüsü var. Evlərimizin heç bir zabora evə bitişiyi yoxdur. Zabordan məsafə saxlanılaraq tikilib. İkinci mərtəbəmizdən də birbaşa balkondan çıxış qoyulub. Həyəti tamir daşlarla döşənilib. Həyətinə də bir neçə maşın rahatlıqla daxil ola bilir. Kənar hissələrdənsə boş torpaq sahəsi saxlanılıb. Evin hər tərəfi yaşayış olan yer. Gəlin keçək evimizin daxilinə. Sənədləri tam qaydasındadır. İpotekaya da yarayır. Evin tikintisi zamanı ən yüksək və keyfiyyətli materiallardan istifadə olunub. Betonu var, kəməri var. Dairəvi qoşadaşla tikilib. Sağda yerləşir evimizin qonaq otağı. Evin ümumi sahəsi 140 kvadrat metrdir. Kombi xəttinə qədər də hamısı çəkilib. Burada isə yerləşir mətbəx hissəsi. Hər mərtəbənin hamam sanitar qovşağı var. 2 ailənin tam rahatlıqla yaşaya biləcəyi evdir. Bura 1-ci mərtəbənin hamam sanitar qovşağı. Dəyərli YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sizin də satışda olan hər hansı bir mülkünüz varsa, bizimlə əlaqə saxlayın. Mülkünüzün satışına tez bir zamanda köməklik göstərin. İndi isə qalxaq 2-ci mərtəbəyə. Ümumilikdə 5 otaqdır. 1-ci mərtəbədə bir qonaq otağı, bir yataq otağı, mətbəx, hamam sanitar qovşaq var. 2-ci mərtəbədə 3 yataq otağı, bir də hamam sanitar qovşaq var. Buradan da evin balkonuna çıxa bilirsiniz. Evin qiyməti 132.000 manat deyilir. Real alıcılara qiymətli indirim ev sahibi tərəfindən olunacaq inşallah. Kanalıma abunə olmağı, videolarımı da bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.